Herkese salam, kanalıma imamınız hoş geldiniz. Ben Asim, bu günler yeni bir video ile karşınızdayım. Bu günleri, bu dəqiqə informatik hazırlığına gedirəm. Hazırlıqdan çıxandan sonra da bir 1.90'lık uşaq, bir dənə bu Yusif, gələcəyi 28'ə. Yusif orada özünə bir neçə yüzün paltarda qalacaq. Ondan sonra gələcəyi Nərimanova, mən orada bir dənə dükana girəcəyəm. Yol üstü də böyük ehtimalla gənclikdən falan keçərik. Mən bu keçməklə çəkməyi bir dənə deyə bilsəydim qarışdırmadan. Bir dəqiqə məsələn. Ramil yolu keçə-keçə şəkil çəkirdi. Uf, cümləyə bu bir dənə. Çox qəşəng. Nəysə, indi informatik hazırlığına gedirəm. Normalda bizim hazırlığımız 11-dən 1 idi. Dünən qrupda bir 3-4 nəfər olaraq üsyan çıxartdıq ki, 9-da olsun, hazırlıq, nə olar falan. Müəllim axırda razı oldu. Dedi ki, 9-dan 11-ə gələnlər 9-dan 11-ə gəlsin, 11-dən 1-ə gələnlər 11-dən 1-ə gəlsin. Tək əl çəkin məndən. Nəysə, indi 9-dan 11-ə gedirəm hazırlığa. Həftənin də bazar günüdür, istirahət günü. Mən niyə belə danışıram, onu da bilmirəm. Amma çox xoşuma gəlir bu cüründə danışmaq. Belə karisli tonajlarda bir şey giyinmişəm. Tonaj ilə ton eyni şeydir görəsən. Mən burada ton əvəzi tonaj dedim. Prosta başqa bir şeydirsə biabır oldum. Prosta tonaj demək daha belə qəşəng hiss edildi. İlk dəfə hiss edim belə utdum da bir dənə dayı yanımdan keçsə. Bir dənə dayı yanımdan keçirdi. Mən də bəs telefon belə aşağı salmadım. Normalda belə aşağı salırdım. Bu dəfə salmadım. Belə tutub elə danışmağa davam elədim. Yəni Asim bir anksiyete sıfırda qəbeş. Hazırlıqda da gecikmişəm bu arada. Çox belə relax programıram. Hələ yol üstü bir dükana girib saqqızda alacağam. Danışığım çox pisdir. Azərbaycanca danışa bilmirəm ki, bir ingilis dilində danışmaq öyrənmək istəyirəm. Ayrı zülüm deyə məndəki də Allah'ın da bu günlərdə təbii ki akademik səhətdən heç bir şey eləməyəcəyik. Yəni sadəcə hazırlıq. Evə qayıdandan sonra da videolarım var. Yəni oturub onları editləməliyəm də. Neçə vaxt editləmirəm. Yığılıblar, qalıblar və yəni editləməliyəm. Bir də başqa bəlkə Last of Us-ın bölüm 2-sini çəkərəm. Yəni bölüm 1-i paylaş... Uy, bunlar olmuş. Bölüm 1-i hələ paylaşmamışam. O da böyük ehtimal bu gün editləyərəm. Yəni onlar bu gün editləyim. Ama editləyərəm, alınsa bölüm 2-sini falan çəkərəm. Onun prosta çəkmək yəni problem deyil. Tək zülüm ondadır ki, oradakı söyüşləri sana sürüləmək. Zülümdür də, babi gözümə odurub mənim bir dənə füsü. Nəsə, hazırlığa çatıram, söndürüm kameranı. Şimdi söndürüm, çıxanda video açarım. Deməli, çıxmışıq informatikadan geriyə və məhliyə. Şəngilimə və Bunlara hədiyəm var. Nəsə? Allah sənin boyun balaca deyə sən balacasın, tapdın. Sən də boyun yeri deyə sən balacasın. Bu da dolab ki. Sıra bir dənə. Gəl Yusuf, mən də sənə verim. Gəl yarısı, birdən böl, aşağı sənin üstümə. Sağ ol ömrüm. Mən də yarısı sənə verim. Nəysə, gedək, adı nədir? 130 minirik, Gəncliyə gedirik. Çəhra köyünü alıram bu günləri. Tapsam alıram. Həmin yerdə var da Allah. Tutarmayıbsa Çəhra köyünü alıram. Müşrik rəngim. Nəysə. Deməli, Gəncliyə gedirik, oradan 28-ə gedirik, oradan Nərimanova gedirik, oradan təzən Abratı Binəqədiyə qaydırıq. Plan bu cür nədir? Nərimanovdan da mən şeyə getməliyəm, metronun yaxınlığındadır. Qəşəng yerdir, ucuzdur, yeraltı bir yerdədir ki. Hədə yaxşı da səndə də bildik də indi də. Araz marketdə indi də. Araz marketdə indi. Burada da pişi, acizdə bu pişiyə yemək verir. Məsələn, sən ola. Mənə çək ha. Belə yaxşılıq eləyirik, o göstərəcəm. Bu da gedir bizə. Sağ əlim verdiyi normalda sol əl bilməməlidir. Mən sağ verdiyini də bildirəm, sol verdiyini də bildirəm yəni. Keçən dəfə o məhəllədə sarı pişiyimiz var idi ya bizim. O sarı pişik öldü deyəsən. Çox ölməyə meyilli bir pişik idi. Yəni nə bilim, tapamadım. Bir də gəlmədim. Yollarda pişiklər yemək verə İndi 3 dənə yem almışdım. 3 dənə yem almışdım. 7 yazada gəldinizə bə. Mən Əmrahla əsirliyə girdim. Abi pis pis. Şəngilim çıxarsan sən. Yeməyi çalışdım. Qule zam aramıza. Oy zibil. Speedrun açdı şəngilim. Ala yaxşıdır onu bala. Tıxışdır bala. Sabah YouTube'dasan. Mənim adım Əlistandır. Oo, deyimi gəl sənə də verəcəm. Gəl, tamam. Ha, gəldi ki. Tut bunu. Gələcək şəngilim sənə də verəcəm. Yeməyi bizə göstərməyin hə. O biri də bir alsın bizə də. Yolda ad.
Gözlə. Hava bir şey görürəm. İmtahan ərəfəsində eləyərdim çəkimləri. Yığ saxla da sən indi. Sən- Dənə al imtahan. 300 ballıq imtahandan 400 bal yığmışdım elə olsaydı. Asım bir hörmət istəyirəm də 10 yeməyini. Asım ortaya atdı ama. Panetkasızlıq yaşıyor. Gəl sən ye. Gəl baba. Bax, ayaqdır. Oy. Asım sən edit eləyəndə yaxşı söz deyəcək. Ay nə şirin gidə baba. Asım oxşuyur. Asım baba mən işləyəm. Videoda necə video görsəm mən Ay, edəmişəm. qız it qapdı Asım. əlimi. Deməli çatdıq indi mola, giyirik. New York-ə falan baxacağam. O səhra köynəyi var idi keçən dəfə ki, Minetkada almaq istədiyim. Onu tapsam əgər bu dəfə onu alacağam da. Normal bir şey olsa onu alacağam. Bu gəlir. Bu yalnızdakı paptu gəlir. Molda onun bir işi yoxdur. Əslində bu da paptu girir, mən də paptu girirəm. Biz prosta bir məqsədlə paptu giyirik. Yəni bu cürlə. Lütfə gəl. Gəlmək üçün ad olsun ki, Prosta deyil. ədəm, gezib eləyirik. Yəni bütün gün bekaram, sabaha bir hazırlığım yoxdur. Yazmalı olduğum tapşırıq yoxdur. Nə üçün gezməyim? Çox avara oldum. 2 həftə elə bil ki, mən pozuldum da. Mən əvvəl belə dedim. Son 2-3 həftənin 6 bazarında mən evdə olmuş. Bayırda bir şey yeyirdim. Oydu, doğrudan yiyirdim. Dönər qiymətində olan bir dənə marojna. Yarısı yoxdur. Endirmə düşüb deyə aldıq ha bizdə, yoxsa qızışmamışıq. O deyirsən videoda. Bəyənmədim ala. Qaytara bilərəm ha. Qəşəng hissəsi ola bilər, su manata düşüb. Manatlıq dönər qiymətləri. içində qara şeylər var, məndə yoxdur. Hələ gidə. Məndə də var, ağla. Mən biabır oldu. Bizə baxıb güldülər. Övyan. Oğlanlar bayıq deyil ya. Soyuq deyə. Allah. Ha, Birini də bir dəqiqə. Mənə bax, marojna soyuq deyə. Rəşad kimi. Deməli, New York-də də düzəməlli istədiyim tipli bir şey tapa bilmədim. Yəni çəhrayı bir köynək var idi, prosta istədiyim tipli çəhrayı yox idi. Yəni, ala bilmədim eşinə. De gələ, iPhone 17-də gələ götürərsən buralarda olduğuna. Gəlin görüm. Ora Ay zibil, nəsə. İşçilər zət gəlir, nəsə də. Bilmirəm, çox normal deyildi köynək. Ona görə ala bilmədim orada. İndi də gedirik 28-ə. Yəni, prosta gedirik 28-ə. İndi baldı özünə, belə nə hisslər keçirirsən, gəl. 2 dənə naskı, neçə manata? 103 manata. 2 dənə naskı. Başqa, bir dənə şortu. Başqa. Bir dənə köynək, bir dənə şal. Yox, amma bax, köynək şalvar yaxşıdır. Naskı da yaxşıdır. Bax, köynək çatan. o yaxşı. Bu köynək də yaxşı, naskı da yaxşı. Şort 8 manat şort falan. 38 manata. Bax, indi yerə gedirəm ha. 38 manata. Mən bir dənə şalvar, bir dənə köynək alacağam. 38-dən də ucuzam. Ha bax qardaşım. Yoldan çəkiləm bir dəqiqə. Gedirik indi bu dediyim Nərimanovda 12 men idi, 12 Baku idi nə idi. Ora gedirik. Oradan bir dənə qara şalvar alacağam. Görüm alınsa bir dənə qara köynək alacağam da. Yəni məqsəd o yəndə. Görə indi tərcirəndən sonra nə olur, nə olur. Ayaqlarım qırıldı, mən gezməyə xotum yoxdur, yoruldum. Sabah seçmələri var idi bu günlər saat 2-də. Saat neçədir? Bir dənə saatı deyin ha. Saat 2-də seçmələr var idi. 13:51. 13:51, 9 dəqiqə seçmələr başlayır. Gedək. 9 dəqiqə. Çatar. Şalvarı bir dənə köynək aldım. 31 manat o şeylə bir tutdu. Yəni o şortikindən 9 manat ucuz almışam. Sən demə şortik 38-ə demiş, 40 imiş. Yəni nəsə də indi bir dənə dönər alırıq. Allah zərrət dolu geriyə binə qədiyədə də. Bu paltarı da evə gedib göstərərəm da, həm də göstərməyə haqqım zad yoxdur. Uşaqlar, bıcıya ehtiyacım var idi yenə. Uşaq sağ olsun məktəbinə gətirdi məni. Pişəvərdə bıcıya gedirəm. Böyük, yəni əziyyətlər çəkdiyi yolda gələnə kimi. Burada qapı var, Əlislam. Nəsə. Pişəvərin bıcısına da gəlmədim deməli. Düzdür, gəlmişdik ki, bu üçün. İndi bax belə şeydə. Haqqı deyirəm, bunların məktəbində yaşayış var imiş ha, yəni. Çox yaxşıdır da, voleybol, futbol, nə istəyirsiniz? Yəni, bayaqdan burada voleybol falan oynayırıq, hamımız tərləmişəm. Amma yəni çox qəşəngdir. Məktəb, yəni, bəlkə bura gələ bilərəm, yəni. Hər an üzləşdəkidən rədd olub Pişəvəriyə gələ bilərəm. Qəşəng yerdir. Babat bir voleybol oynadıq, saat bilmirəm, 6 falan olar böyük ehtimal. 6-dır, neçədir? Saat neçədir?
Saat 6'ya 5 dəqiqə. 6-ya 5 dəqiqə qalırmış. Nəysə də yəni yoruldum birazcık babat bir yoruldum, çox oynadıq da. Nəysə də indi gedirik Binəqədiyə. Evə gedim, çimim çıxım paltarları o cürünə göstərərəm sizə. Qəp xara bir şey almışam. Ayaqqabı da bir dənə qara ayaqqabım var. Oyla giyinərəm böyük ehtimalla. Bu niyə baş kesilmiş toyuq kimi fırlanır ortarıq? Hə, millət. Nəysə, burada ki, adam çoxdan anksiyetem tutdu mənim təzdən. Söndürürəm kameranı. Gənclikdə bu dəqiqə gedirik evə. Şükran. Allah'ım bu üçün yoruldum. Nə demək istədi? Et sənə can sağlığı. Baxın, yəni şəngülüm də, yəni şortik qiymətinə dəst yığdım da mən. Bir dənə ayaqqabısı satılır prosta. Yəni mənə kimi olmağı lazımdır. Yəni biraz səmərəli istifadə edin məbləğlərinizi və çox istidir. Bu yandan günəş vurur belə. Zaqar alıram. Onsuz da qarayam. Get-gedə biraz da qaralıram.